Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Ağdərə, Cəbrayıl, Laçın və Zəngilan rayonlarında daha bir qrup sakinə özünü məşğulluq proqramı çərçivəsində mal və materiallar təqdim edib. Həmin aktivlər hesabına sakinlər kişi bərbərxanası, avtoçilingər, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadın gözəllik salonu, qoyunçuluq, keçicilik, arıçılıq və sair istiqamətlər üzrə kiçik bizneslərini yaradıblar. Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə təşəkkür edib, təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər. Biz bura köçüb gələndə özləri müraciət elədi bizə ki, nə ilə məşğul olmaq istəyirsən. Mən də deyim, mən ancaq heyvandarlıqla, başqa heç nə ilə Allah canlarını sağ eləsin yazdılar. İndi də gətdilər, verdilər. Ancaq heyvandarlıqla məşğul olacağım. Heyvanları saxlayacağım, onu südündən, qatığından, balasından yaranacaq. Bakıda olanda da o məmulatlarla məşğul olmuşuq. Cəbrayıldan çıxanda da bizim özümüzün burada yerimiz olub. Mənim atam bu dünyadan köçəndə də dedi ki, rayona qaydanda yenə öz işimizi qurun. Onun bizə vəsiyyəti idi. Bugün o vəsiyyətin bir addımını atmış kimi özüm hesab edirəm. İnşallah daha da böyüdüb, daha da yaxşı olacaq fikirləşirəm. Dövlət Məşğulluq Agentliyinə müraciət elədim və agentlik qısa müddətdə məni təlimlərə cəlb elədi və təlimlər uğurla başa çatdı. Uğurla başa çatdıqdan sonra qısa müddətdə gördüyünüz kimi bizi avadanlıqlarla təmin elədilər. Bakıya köçərkən 24 yaşım vardı və o vaxt elə bu qəssablık işi ilə məşğul idim və yenidən bura qayıdandan sonra da bu işimi davam etdirmək bir məqsədim, niyyətim vardı. Və gördüyünüz kimi, yəni Dövlət Məşğulluq Agentliyi həmin qəssab avadanlıqlarla məni təmin edibdi və inşallah ki, bu işi burada davam etdirəcəm. Biz bura köçəndə məşğulluqdan bizlə maraqlanan oldu. Məşğulluqdan məlumatım da var idi ki, bu avadanlıqlarla bağlı. Bizim də şəraitimiz yaxşı deyildi, maşınım yox idi, köhnə idi. Çox istəyərdim ki, mən də bu arzularımı öz vətənimdə yerinə yetirmək. Məşğulluğa müraciət elədim. Təlimlərdən keçdik. Şükürlər olsun bu günlərə. İndi də avadanlığımızı veriblər, çox sağ olsunlar. Məşğulluq İdarəsinə müraciət elədik. Laçının özündə yerləşir. Bizə arı dedilər. Bugünkü gündə bu təsərrüfatımızı genişləndirmək üçün arı gətirdilər, bizə verdilər. Təsərrüfatı genişləndirək, yaşayış həyatımızı yaxşılaşdırmaq üçün məşğul olmalıyıq. Yaşamaq üçün gəlib çalışmalıyıq ki, torpağımız da qüdrətli olsun, gələcək uşaqlar da böyüsün, vətənə layiq övladlar yetişdirək ki, bir də bu hadisələr təkrar olunmasın heç vaxtı. Allahdan onu arzu edirik ki, bir də heç vaxtı bu təkrar olunmasın. Özüm çilingər işləmişəm. Bu işlərlə, maşın işi ilə məşğul olmuşam, remont eləmişəm. Mən özüm usta olaraq müraciət elədim Məşğulluq İdarəsinin filialına Ağalı kəndində. Sağ olsunlar, köməklik elədilər. Bugün dərslərdə iştirak elədim. Gəldi, yəni o dərslərdən keçdim. Gəldi, qismət oldu, avadanlıqlarımız gəldi. Mənə təhvil verdilər avadanlığı. Bir tez müddətdə bu avadanlıqları qurub, burada işimə davam eləmək istəyirəm. Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 500-ə yaxın ailə özünü məşğulluq proqramı çərçivəsində öz təsərrüfatlarını qurub.